Keçmişin kölgəsində ilişib qalmaq, yoxsa parlaq gələcək inşa etmək? Uşaqlığımız bizdən asılı deyildi. Amma böyüdükdə seçimlərimiz artıq bizə aid. Uşaqkən yaşadıklarımızın bizdə buraxdığı izlər, valideynlərimizin səhvləri ola bilər. Amma həyatımızın hər anını onlara həsr edib günahkar axtarmaq yalnız bizi yerimizdə saydırır. Keçmişi dəyişmək mümkün deyil. Amma gələcəyimizi formalaşdırmaq bizim əlimizdədir. Unutmayaq ki, öz xoşbəxtliyimizin məsuliyyətini başqasına yüklədikcə, onu əldə etməkdən də bir o qədər uzaqlaşırıq. Yerə əylər, bir təzən ağıl, başlar dünya oyan, güneş oyan.